Salam herkese, biz bugün sizinle kimya 7. sınıf 1. hissə 3-cü bölmənin ümumiləşdirici tapşırıqlarına baxacağıq. Gəlin baxaq, səhifə 67 və 68-ə baxacağıq. Bir də nədir? Hansı halda kimyəvi birləşmə verilmişdir? Azot qazı. Azot qazı dedik. N2-dir. Hidrogen qazı H2-dir. Karbon qazı CO2-dir. Dəmir F-dir. Kükürt S-dir. Deməli, kükürt deyil, dəmir deyil, hidrogen də, azot deyil. Təbii ki də karbon qazıdır. Deməli, əgər karbon deyirsə, karbon özü bərk haldadır. Karbon qazı isə qaz haldadır. Bunu da yadınızda saxlayın. 2 dənədir. Hansı hallardan maddələrin adı doğru göstərilmişdir? Adı doğru göstərilməyən maddələrin adını dəftərinizdə qeyd edin. Maddələrin adı doğru. CO, karbon dioksid verib, sonra kalsium oksiqə. Kalsium oksid, sonra kalsium xlorid, sonra da kalsium karbonat verib. Baxın. Kalsium karbonat, bəli, kalsium karbonatdır. Deməli, bu doğru göstərilmişdir. Deməli, sonra kalsium xlorid, bəli, dedik. İkincisi kalsium xlorid olacaq. Baxın, kalsium metal olduğu üçün əməlli artırmaq daxilində xlorid görürsünüz. Deməli, 3-ü götürürük. Sonra kalsium oksid olacaq. Bu da düzdür. Sonra burada karbon dioksid verib. Axı bu səhvdir. Niyə? Axı bir dənədir. Burada 2 dənə olan verib. Deməli, bu karbon monoksid verməlidir. Bu da səhvdir. Deməli, kalsium oksid burada bir dənədir. Bunu deməyə yandan çıxardım. Kalsium monoksid olmalıdır. Ona görə 2 də yanlışdır. Məncə olmaz. 3, 4. Doğru. Doğru. 1, 2. Yanlış. Keçdik digərinə. Maddələrin kimya formunu dəftərinizə yazın. Su, H2O, dəmir qazı CO, silisium dioksid, bir də natrium bromid, silisium. Deməli, silisium dioksid olacaq. Deməli, yəni CO2 olacaq. Natrium bromiddə də natrium belə olacaq. Keçdik 4-ə. Uyğunluğu müəyyən edin. Tərkibinə daxil olan atomlar, daxil olan atomlar müsbət qoyub, daxil olmayanları mənfi. Deməli, baxaq. Hidrogen var. Oksigen yoxdur. Bir bundan formula yazaq. H2O, CO, amonyak ilə metan. Amonyak NH3 deməli deyil. Hidrogen var, amma oksigen yox. Deməli, A deyil. Hidrogen var, oksigen yoxdur. B ola bilər, C də ola bilər. Hidrogen var, oksigen yoxdur. B ola bilməz. O birisi baxdım, altdakına hidrogen. Deməli, B deyil, deməli 1 C olacaq. Deməli, çünki hidrogen yoxdur. Oksigen var. Sonra da hidrogen də var, oksigen də var. O da olacaq A. H2O yəni. Sonra da hidrogen yoxdur, oksigen var. Hidrogen yoxdur, oksigen var. O da ki B'yə uyğun gəlir. C, A, B. Keçdik 5-ci sualımıza. Molekulunda eyni sayda atoma kimya birləşməmək. Gəlin birinci formula yazaq. CO2, CH4, NH3, bu da H2O. Nədir? Eyni sayda atoma kimya birləşməmək. Deməli, bunda 3 dənə, 5 dənə, 4 dənə, burada da ki 3 dənə deməli. H2O və karbon qazında. Yəni H2O və CO2. Təbii qazın əsas tərkib hissəsi olan kimya birləşmə. Təbii qazın əsas tərkib hissəsi olan metandır. Deməli, CH4, yəni metan.
Sonra keçdikcə hansı kimya birləşmə molekulunda olan atomların sayı metan molekulunda olan hidrogen atomların sayına bərabər cavabınızı birləşmə formulu yazmalı. Deməli, kimya birləşmə molekulunda olan atom sayı metanında olan metanın neçə dənə hidrogen var? 4 dənə. Bu da 4 dənə atom olan dedik amonyakdır. Deməli, C-nin də cavabı olacaq amonyak. Yəni NH3. Geçdi 6-ya, cədvəl dərslərimiz geçsin və başla tamamlayın. Deməli, siyasi COH sirkə turşusudur. Sirkə turşusu. Sonra şəkər C12H22O11. Bunu bitirdik. C12. Sonra H2O2 dedik, hidrogen peroksid. Hidrogen peroksid. Sonra naşatır spirtdə dedik NH4OH. Keçdi 7. Qaz, maye və bərk halda olan fayda qazının hər birindən bir nümunə yazın. Bu fayda qazının ifadəsini istifadəsi sadalayın. Qaz, maye və bərk. Deməli, maye halında olan neft deyə bilərik. Sonra qaz və bərkə nə deyə bilərik? Baxaq. Sonra qaz halında olan təbii qaz, yəni metan deyə bilərik. Bərk halda olan daş kömür deyə bilərik. Sonra 8 hansı ifadə doğrudan fikriniz əsaslanır. Bir lavan yer səthinə çıxdıqdan sonra soyması və bərkiməsi nəticəsində maqmatik suxur əmələ gəlir. Bəli, doğrudur. Maqmatik suxurlar əsasən məsaməli olur və bərkliyi çəkmə suxurlardan daha az olur. Xeyr, çəkmə suxurlardan daha çox olur. Qum deməli yanlışdırsa deməli bunu götürəydi, doğru olmayacaq. Qum daşı yer səthindəki maqmatik suxurların tədricən parçalanması, külək və yağış suları ilə düzənlik ərazilər yayılması və tədricən heyvan və bitki qalıqları ilə qarışaraq çökməsi ilə əmələ gəlir. Bəli, düzdür. Mərmər tədricən ondan üstə olan suxur qatlarının ağırlığının və yüksək temperatur təsiri sıxda əhəngdaşına çevrilir. Necə? Yəni bu yanlışdırsa bunu götürürdü. Yanlışdır. Deməli olacaq yanlışlar 2 və 4. Sağ olun dostlar, hələlik gələn dərslərdə görüşənədək. Nə sualınız olsa şərhlərdə yazmağı unutmayın. Kanalıma abunə olub like atmağı unutmayın. Sağ olun dostlar.